Oğuzun Yaqıflı kəndində çövkən oyununu izləyirəm. Böyük maraqla siz də izləyin. Bir zamanlar Qarabağda çox məşhur olan Qarabağ atları üzərində çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Heç dayanmırlar ki, yaxınlaşın bir kəlmə söz soruşun. Deyəsən dayandılar. Gedim kapitanla söhbət eləyim. Kimdir kapitan? Hamısı kapitana oxşuyur. Nə bilim hansıdır? Kimdir kapitan? Siz. Axşamınız xeyir. Atınıza toxunmaq olar. Vurmaz məni. Xalı da var. Qaşqalıdır. Eləmi? Adı nədir? Kəhər. Kəhər. Nə gözəl ad qoymusunuz. Çox sağ olun. Milli ad. Milli. Hə. Tərləmisən Kəhər. Eləmi? Bir şey də kameramıza, mikrofonumuza bir şey də. De. De. Hirsləndi Kəhər. Qorxuram ha, mənə hirslənir. Yaxşı, keçirəm kapitanın yanına. Hə, kapitan, necə başladınız? Oyuna iş başdan yaxşı başladı. Biraz nəticə çox təəssüf ki, heçsə qutardı. Yəni bugünkü oyundan danışırsınız? Bugünkü oyundan danışıram. Amma bu bizim milli oyunumuzdur. Ümumiyyətcə, atüstü milli oyunlardan tək çövkən deyil, papaqdır, sülh papaqdır, yaylıqdır. Bu bizim qədim oyunlarımızdandır. Biz onu davam elətdiririk. Çalışırıq ki, bu oyunu daha da başqa rayonlarda, başqa yerlərdə inkişaf elətdirək. Eləcə də Oğuzda. Bəs papaq oyunu necə? Atın üstündən yerdən papaq götürürsünüz o? Papaq oyunu hər komandada 5 nəfər olur. At sürülüb, papağa əl atmadan öz üstündəki olan papağa. Atın üstündən bir-bir papaqları götürülür. Hər adamın başından olan. Nə maraqlı oyundur. Heyf ki, mən bugün çövkənə gəldim, çıxdım o oyunu. Bir başqa zaman, inşallah. İndi mənə deyin görüm, Kəhər niyə belə qəzəblidir? Məni sizə qısqanır? Yox, elə şey ola bilər. Bəs niyə ayağını yerə çırpır? Sadəcə hərəkət edibdi, indi dayanmaq istəmir. Yenə də oyunun davamını istəyir. Bəli. İndi siz davam eləyəcək misiniz? Bəli. Amma mənim sizə bir-iki dənə də sualım var. Siz müsabiqələrdə iştirak eləyirsiniz, qalib olmusunuz heç? Biz Şəkidə daş üzrə keçirilən Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi oyunlarda iştirak eləmişik. Orada papaq oyununa birinci yeri tutmuşuq. Eləcə də əvvəllər çövkəndə də üçüncü yeri tutmuşuq. Yəni, bacardığımız qədər çalışırıq ki, bu oyunu inkişaf elətdirək. Çox təşəkkür eləyirəm sizə və uğurlar arzulayıram. Oyununuza davam edin. Mən də çox sevirəm ki, kapitanı tərli-tərli, nəfəsi kəsilə-kəsilə reportaj götürüm ondan. Çövkən oyunu yalnız və yalnız Azərbaycana məxsusdur. Can Azərbaycan! Can Azərbaycan! Azərbaycan!